Əsəbləşmişdi. Yox, söhbətləri yayılmadı, onlar yaydı. Bəzi saytlar, Danışacağıq indi ondan Cavanşir müəllim. mənimlə münasibəti soyuq olan insanlar var saytlarda. Çünki nəyə görə mən həm özüm haqqında, həm də sənət yoldaşlarım haqqında həmişə müdafiədə dayanmışam. Eyni zamanda Firuzə xanım haqqında. Bilirsiniz, o saytlar Tahirə xanım çox gözəl danışdı. Qulaq asırdım səhərdən. Bəli, peşəkar jurnalistlər var. Bir də qeyri-peşəkarlar var. Ancaq mən bu yaxınlarda, mən indi verilişdən bu gün yox, sabah. Sabahları mən vəkillər kollegiyasında vəkilə müraciət edəcəm. Əvvəla o jurnalistlərin diplomları təyin olunmalıdır. Onlar diplomu hardan alıblar, harada bitiriblər, nə vaxt bitiriblər, kim verib onlara o diplomu. Bu yox, indi o sizin haqqınızdır Cavanşir müəllim, hər biri şikayət etmək sizin haqqınızdır. Bilirsiniz nəyə demək istəyirəm? Biz hər birimiz yetişənə qədər 40 il, 30 il vaxt keçib. Bəli. Bizim hamımız xalqa məlum insanlarıq. Biz heç birimiz elə belə oradan-buradan gəlməmişik. Biz xalqın içərisində yetişmiş, bu insanlar yetişdirib bizi. Biz özümüzü elə aparmışıq ki, özümüzə bəlkə də milyonlarla ziyanlar vurmuşuq. Ancaq pis-pis işlərə getməmişik, qoşulmamışıq. Tahirə xanım mən bəlkə 20 ildən də çoxdur tanıyıram. Bəli, o mənim haqqımda yazsaydı, məni heç bir təsir eləməz. Deyərdim ki, düzə, ancaq elə bir adamlar yazır ki, onların heç yaşları bizim sənətimiz qədər deyil. Tahirə xanım, üzr istəyirəm, Tahirə xanım. İstənilən halda Azərbaycan mətbuatında olan insan, indi o peşəkardır, qeyri-peşəkardır, bu da məsələnin başqa bir tərəf. Amma heç kimin ixtiyarı yoxdur ki, kimisə işgüzar nüfuzuna, kimisə şəxsiyyətinə toxunmaq heç bir mətbuat sizin icazə bir jurnalist kimi sizə sual var. Orada nə var? Biabırçılıq var orada, nə var orada? Yox, üzr istəyirəm, əgər o iradlar Tahirə xanım bildirsəydi, siz onu qəbul eləyəcəydiniz? Yox, Tahirə xanım bildirməz axı. Yox, siz Tahirə xanım yazsaydı. Bilirsiniz, yox, mən deyirəm ki, Necə Tahirə xanımın imzasına bələddir Cavanşir müəllim. Başa düşüm, yox, yəni o iraddır. O iraddısa Tahirə xanım onu yazmaz. Tahirə xanım bilir nə yazmalıdır. Bu bir, ikincisi orada nə var, mən nətər çıxmışam ki ora? Necə geyimdir ki? Cavanşir, üzr istəyirəm. Bir sən orada necəsən geyinməliydin? Onu geyinib o qaranı üstdən geyinməliydin. Mayxan, mən belə gəlir. Bəlkə də onda bir söz söhbət olmazdı. Bəlkə o jurnalist qalıb 20-ci əsrdə. Bəlkə o elə qanır ki, mən orada bir qalstuk da taxmalıydım. O bəlkə dünya görünüşü, onun səviyyəsi, onun zövqü yoxdur, onu mən deyə bilmərəm. Ancaq mən verilişə gəlmişəm, oxumağa da gəlməmişəm. O yüzden oturmuşdum mən. Özdə verilişin redaktoru var, baş redaktoru var, asistenti var, redaktor köməkçisi var. Onlara mən içəri girəndə dedim ki, valla mənə çağırmışsınız, belə gəlmişəm. Olar mı? Dedi, burada nə var ki, buyur. Yaxşı. Belə çıxır ki, bu kanalda təhqir edir, redaktor da təhqir edir, baş redaktoru da, asistenti də, nə bilim, rejissoru da. Sən nə eləmirsən bu xalqa ki, sən nə Cavanşir müəllimə, Könül Xasiyevanın haqqında yazır. Könül Xasiyeva sənin üçün oxuyubdur, bu millət üçün neçə illər oxuyubdur, bəs həmin könüldür. Sən niyə onu yazırsan ki, Könül Xasiyeva parik qoyub? Və yaxud da Aygün Bayramova, və yaxud da burada Almaz Ələsgəri, Firuzə İbadova, bilirsiniz, yox, belə deyil, bilirsiniz, bunların hamısına nöqtə qoyulmalıdır, belə olmaz. Sən 18 manat, 20 manata görə, sən bütün bir dənə böyük bir öz xalqımın nümayəndəsini, gəl gedək səninlə çıxaq şəhərə, görək bir dənə sənin ayağın altında maşın saxlayacaq, gəl bir gedək aeroporta, gəl gedək başqa ötü, görək səni bir tanıyan olacaq. Axı sən utanıb xəcalət çəkmirsənmi ki, sən öz xalqının sənətkarı, öz devlətini, sən bütün hamıya ilişirsən. Belə saytları yığılmalıdır və dövlət başçımız da tapşırıq vermişdi onlara ki, cəmaatın əsəbi ilə oynamayın. Mən alqışlayıram, xahiş edirəm, siz də alqışlayın. Cavanşir müəllim, üzr istəyirəm, icazə verin.